Bu Postman ümumiyyətlə nə üçündür? Biz alfa danışıqda API-larımız var, hansı ki UI tərəfində tutaq ki bizə hansısa əməliyyatlar apara bilirik. Əllə belə UI dilində user interface-də hansı ki biz görürük onları. Tutaq ki mən Google-da girirəm, nəsə bir axtarış edirəm ha. Sonra enter-ə basıram. Mənə bir neçə millisaniyədən və yaxud bir neçə saniyədən sonra onun mənə cavabları gəlir. Bu necə baş verir? Arxada bir dənə belə bir şey var, API adında. API sənin onun yazdığın keywordləri, sorğunu gedir, axtarış edir databazalarda falan. Hansı databazalarda ona uyğun mətnlər və yaxud kontentlər də belə varsa, onların hamısını gətirir qaytarır sənə. Bu necə olur? Sən bir request edirsən, bir sorğu göndərirsən və sorğunun da qarşılığında sənə response verən ki, cavab ver. Bax burada da ki, sən fikirləş ki, eyni şeyi yoxlayırsan. Harda ki, səndə UI hissəsi yoxdur. Sən API tərəfindən də belə deyim də, yəni UI hazır olmadan da API tərəfini yoxlaya bilirsən. Bax bunun özü ümumiyyətlə necə işləyir? Bax bu collection dediyimiz nədir? Gəlin buradan başlayaq. Bax collectionlara biz tutaq ki, hansısa saytı test edir. Məsəl üçün Google, düzdür? Google demək, Google çox şeydir. Məsələn grocery store, düzdür? Grocery store-u mən bax belə deyirəm. Burada bir də kolleksiya açaram. Yəni blank collection. Bunun adını qoyaram, tutaq ki, Ranayim. Grocery store deməkdir. Bizim keçdiyimiz hansı saytları bilirdik? Sausdemo. Sausdemo. Düzdür? Sausdemo. Sausdemo'nun içərisində mənim fərqli, məsələn, feature-larım var. Tutaq ki, sign in. Bunun içərisində bir ədəd təzə folder yaradaram. Folderumun adını qoyaram. Authorization. Authorization'ın içərisində nələr daxildir? Bunu da belə bölə bilərəm. Məsələn, edirəm ki, add folder. Bunun da adını dəyişəm, qoyuram. Sign in. Bir ədəd folder yaradıram. Adını qoyuram. Məsələn, lazım deyil. Authorization, add folder. Bunu da adını qoyaram. İşte 10 şumatır fərdə. Gözümdə. Bunun da adını, bir də bura bax da. İsmail. Şimdi burada olsun, ona baxarsan sonra. Bax nə dedim, authorization var. İçərisində sign in və sign up. Ayrı-ayrı API-larım olacaq. Daha sonra bunun içərisində nə əlavə edə bilərəm başqa? Hə? Məsələn, bunun içərisində olar filtrə tutaq ki, aid olan API-larım ola bilər. Başqa nə API ola bilər? Şeyin içərisində, Swag Labs-ın içərisində yəni elə belə yox, elə belə niyə yazım ki? Nəysə əsasən bölürəm də, yəni bunları bayaqdan. Bizdə Swag Labs-ın içərisində hansı funksiyalar var? Səbət, ISO. Bax, bura bir dənə şey əlavə edirəm. Adını qoydum, tutaq ki, bunun adını qoyuram, kart. Sən necə ki test case-ləri yazmırsan? Test case-lərin hamısını bölürük, tutaq ki, karta aid olan test case-lər, nə bilim, bu da eyni şeydir. Burada collection gedir onların adı, suite var ha, test suite. Burada bu gedir collection kimi fikirləş. Bildin? Burası bir dənə, yəni eyni şey deyirlər ha, daha eyni şey deyirlər. Collection daha böyük olur. Çünki collection içərisində sənin test suite-lərin olur, yəni bildiyin test suite-lərin olur. Bax, bunların hamısını böldük belə. Düzdür, ayrı-ayrı.
Bax bu belə. Və bunların içərisində hamısının özünə aid API testlərinin API-ları yaradırıq, gedir. Daha sonra bax API-lar nə cür olur? API ilə sən nə isə yarada bilirsən, hansısa bir məlumatı, İsmail. Yığışdır da olar. Sən hansısa bir məlumatı yarada bilirsən. Hansısa bir məlumatı edit edə bilirsən, dəyişə bilirsən. Dəyişməyin orada iki cür var deyəcəm onları. Yaratmaq, edit eləmək, o məlumatı özünə gətirib, yəni ekrana çıxarmaq, bir də silmək. Bax bu 3 dənə şey, 4 dənə şeyi sən API vasitəsilə edirsən. Və bunların da hamısı belə olur. Məsələn, kart var, düzdür? Sən kartın içərisində hansı şeylərə edə bilərsən, məsəl üçün. Nə cür requestlərin ola bilər. Bax tutaq ki, adını dəyişirəm. Create kart edə bilərsən, düzdür? Daha sonra nə edə bilərsən? Add request. Bunun adı olar edit card. Bir də deyirəm. Get card. Get card nədir? Yəni bu kartı çeyirik. Baxa bilirik ki, içərisində nə var. Bildin? Və bir də olar delete card. Bax, biz indi create edəndə nə isə yaradırıqsa, biz yaradanda həmişə istifadə edirik post metodundan. Tamam, bax bu bizim API metodlardır. Tutaq ki, sən sign up eləyəcəksən. Düzdür, sən sign up eləyəndə yəni ki, istifadəsini təzə yaradırsan da, təzə yaratdığına görə istifadə edirsən post metodundan. Aydındır. Bunu yaratdın, getdi düşdü databazadan. Daha sonra kartın içərisində olan şeylər var. Məsələn, hansısa bir məhsullar var ki, tutaq ki, məhsulların sayını dəyişmək istəyirsən. Düzdür, və yaxud məhsulun silib yerinə başqa bir məhsul almaq istəyirsən, tamam başqa bir məhsul. Bax, bunların hamısı olur ya put metodu ilə, ya da patch metodu ilə. Bunların da fərqini deyəcəm. Bax, bu belə. Daha sonra həmin kartın içərisində nələr varsa, onları görmək istəyirsənsə, onda istifadə edirsən elə get metodundan. Get metodu səndə kartın içərisində olan məlumatları gətirib sənə göstərir. Delete-dəki nədir? Həmin kartı ümumiyyətlə silmək istəyirsən, yeridibli. Yox, delete eləməyim. Burada delete edeyim. Və bu vaxtda da istifadə edirsən delete metodu. Məsəl üçün, ümumiyyətlə sən hansısa bir saytda qeydiyyatdan keçibsən və həmin saytda istəyirsən ki, akkauntu bağlayasan. Akkauntu bağlanda arxada bu metod işə düşür və gəlirsən databazadan bütün məlumatları falan hamısını silir və salam, iş bitdi. Bax, bu belə. Bunu başa düşdük. Bu post nədir, put nədir? Burada nəsə bir sual var. Bax, bizim istifadə edəcəyimiz bax bunlar. Post, put, get, delete. Və hər şeydə bax belə işləyir proqramlaşdırma. Nə isə yaratmaq, silmək, baxmaq, dəyişmək. Bilirsən, burada ümumiyyətlə saytlarda nə edirsən, hamısı nəsə yazırsan, nəsə axtarırsan, axtaranda nə edir? Arxada get metodu işə düşür, sənə məlumatları gətirir. Şəkil paylaşırsınız, tutaq ki, Instagramda. Hansı metodla sizlə paylaşır onda şəkil? Hə? Yox, şəkil paylaşırsan. Şəkil paylaşırsansa, yəni sən yaradırsan da nəsə, düzdür? Bunda sənin post metodun işə düşür. Və yaxud indi şey eləmək istəyirsən, şəkilləri paylaşmısan, tutaq ki, Instagramda, hansınsa silmək istəyirsən. Bunda delete işə düşür. Nə bilim, hansınsa üzərində nəsə əməliyyat aparacaqsan da, düzdür? Bunda sən nə? Edit metodu var burada. Görsənmi? O pultla onu da düzəldərsən də. Put. Put metodundan dəyişə bilirsən. İndi bunun üstündə bir qısa keçək nədir? Bax, bu
Burada put var. Putla da dəyişə bilirsən məlumatı və paginla da dəyişə bilirsən məlumatı əslində. Tək düzəltmək də. Ya ikisi də məlumat dəyişir. Amma bir dənə məsələ var. Nədir ki, bax tutaq ki, sən paltar sifariş eləmisən. Tutaq ki, ayaqqabı sifariş eləmisən, amma belə deyək. Ayaqqabıdan 2 dənə almısan. İndi istəyirsən görsən ki, yoxda səhv eləmisən. Ayaqqabının əslində ayaqqabı qalacaq özü. Amma sayını dəyişəcəksən. Və yaxud sayını və rəngini dəyişəcəksən tutaq ki. Bunda nə etməlisən? Bunda patch metodundan istifadə edirsən. Yəni ki, sən bütün məhsulu dəyişmirsən, məhsulun hansısa bir hissəsini dəyişirsən deyə onda istifadə edirsən patch metodundan. Amma müəyyən bir hissəsini dəyişirsən. Yox, elə müəyyən bir hissəsini dəyişəndə patch. Bax, müəyyən bir hissəsi nə deməkdir? Yəni tam bütünlüklə dəyişmirik. Hə, tam bütünlüklə dəyişmir. Yəni ki, müəyyən hissəsini dəyişirik. Bunda istifadə edirsən patch metodundan. Bildim? Yəni ki, müəyyən hissəsi dediyimiz nə idi? Bir rəngi, bir də ki, sayı. Düzdür? Amma məhsul özü qalıb da, düzdür? Amma sən məhsulu dəyişmək istəyirsənsə, tutaq ki, tapçıq almısan, istəyirsən ki, alasan da, tufli alasan. Düzdür? Burada hamısını dəyişməlisən axı. Yəni bütün məhsulu dəyişirsən. Hə, onda istifadə olunur artıq put metodundan istifadə olunur. Bax bu belə. İndi tutaq ki, sən o əlavə elədin, Instagramda əlavə elədin postlar var ha, o şeylərdə, reelslər falan. Onlar sonradan deyəsən dəyişmək olur da. Nəsə edit falan etmək olurdu üzərində. İndi burada hansı metoddan sizcə istifadə olunur arxada? Hə? Mən şeydən normalda da mən də istifadə etməmişəm yəni. Mən paylaşmışam və salamlar, necə də elə qalır. Patch metodundan görsən bilir. Hə. Bax bunlar belə. Bu metodlardan nəsə bir sualı olan, yəni məncə burada çətin belə bir şey yoxdur. Davamlı olaraq ancaq bunları görəcəksiniz və salam. Bunların başqa heç nə yoxdur. 5 dənə metoddur. Və putla da patchin fərqini başa düşdük Mahmud. Və burası çıxdı getdi. Sonra bax, burada bu environment deyilən belə bir şey var. Bu environmentlər nədir? Necə ki, bizim var idi, tutaq ki, test environmentimiz, nə bilim, başqa 4-5 dənə environmentlər ola bilər. Biz environmentləri burada qeyd edə bilirik və içərisində nələr edə bilirik bu environmentlərin. Bax, məsəl üçün, sən tutaq ki, sənin API-in hal-hazırda environment eləmişsən, məsələn, test environmentində. Test environmentində sən sayını eləmək üçün sənə lazımdır user informasiyaları da, datalar. Datalar səndə nə olmalıdır? Test dataları olmalıdır. Düzdür? Amma sən yoxlamaq istəyirsən ki, görün məndə production-da necə olacaq? Yaxşı. Production-da sayını eləmək üçün sənə lazımdır. Sənə real data lazımdır. Hə? Sən bax bu environment-də nə edə bilərsən ki, tutaq ki, 2 dənə environment qurursan. Biri olur test environmenti, biri də olur production environmenti. Və dataları da məsəl üçün ona uyğun dəyişə bilərsən ki, bax mən environment-də burada görsən yazım no environment. Mən indi əlavə eləsəm, bunu biraz qabaqda görəcəyik. Buradan əlavə edirəm və 2 dənə data təyin edirəm. Tutaq ki, username. Hər ikisi olur username, hə. Amma mən bu environment-i dəyişəndə username arxada özü dəyişir. Bir dəfə buna əgər qoymusansa test environment datasını göndərir. Production qoymusansa production datasını göndərir. Bəs bu datanı harda göndəririk biz? Nə oldu buna? Xoşbəxt oldu internet. Məndə də işləmələr onu deyəcək. Hə, bu metod, bunları biz necə istifadə edirik? Yaxşı, deyəmə data göndəririk. Bax, tutaq ki, mən sayını eləyəcəm. Hə. Sayını eləyəndə, məsəl üçün, buraya yazıram ki, elə bunu eləməyə də, nə bilim, nə sayt yazaq? Məsəl üçün, bu. Bunun adına fikir verməyim bu dəqiqə. Mən burada bir post yaradıram və mən ora daxil olmaq üçün, mənə nə lazımdır? Mənə bir data lazımdır ki, mən o data sayəsində sayta daxil olum. Və bu datalar nədir? Mənim user name,
Düzdür. İndi username məsələn Emilio olsun və password. Düzdür. Tutaq ki, bu da belə. Bax, mən bu ikisini göndərməklə mənim datalarım gedir, şeyə düşür. Daha doğrusu, mən bu ikisini göndərməklə mən sayın olmuş olurum. Düzdür. Məndə no environment. Amma, məsələn, burada bizdə ki, environment olsa, amma belə bir şey verəm ki, tutaq ki, bunun da adını yazıram bura username, bunun da adını yazıram bura password. Mən bu environmentləri klik edirəm, bax, bir də create environment elədim. Bax, bura görürsünüz, variable value edən belə bir şey var. Bu variable value nədir? Mən bura yazaram yenə də username, məsəl üçün Emilio, passwordum da olar mənim password. Tutaq ki, bunu belə yazdım. Düzdür. Mən bu environmentin adını da bir dənə dəyişim bəlkə. Adını da qoyaq. Adım buradan dəyişir. Bunu edirəm məsəl üçün test environment. Və bu birisini də edirəm production. Və burada da eyni cür yazıram ki, username, burada olsun, tutaq ki, Tarvan, password olsun, məsəl üçün Tarvan 123. İndi bax. Saxlandı oldu. Hə. Save edəndən sonra saxlandı oldu. Yəni burada biraz başqa cür kodlar yazmaq lazımdır. Bura biraz çətin görsün edərsə. Ha, buradan yazım. Bax, tutaq ki, burada mən şey yazıram. Eyni şey, username və password. Mən də bax, burada nə yazə bilərəm. Bax, bunu görürsünüz, username və password mənim qalma sır. Bax, buraya bastım username, burada atdım bunu, gəldi password. Bax, indi məsələ nədir? Mən bunu send eləyəndə, bax, burada yuxarı görürsünüz, slackstore.com, username görsədir Tərlan, password görsədir Tərlan 123, düzdür? Bax, mən bunu indi buranı dəyişsəm, tutaq ki, test environmentinə. İndi görək nə olacaq. Gördüyünüz username avtomatik olaraq da dəyişdi Emilə və passwordunu da dəyişdi. Bildin, yəni, bunların hamısını bir-bir əllə nəmmi. Səndə çünki ola bilər ki, təkcə bu yoxdur, nəmmi, bütün dataların, çox dataların fərqli ola bilər, düzdür? Yəni, iki də data deyil. Bunların hamısını bir-bir gedib, aransa kopyalayıb, gətirib, yapışdırmaq əvəzinə. Bir dəfə bax, belə yazırsan, environmentlərin hamısını ayrı-ayrı quraşdırırsan, vəssalam. Sonra hansı environmentdə işləyirsənsə, ona uyğun bir daha buradan dəyişirsən, vəssalam. Sənin bütün dataların dəyişir. Eyni cümlədən də ki, sən burada hansısa bir dəyişikliklər, nə bilim, bax, burada indi görəcəyik dəyişikliklər, header'da, body'də. Bunların hamısında fərqli cür datalar istifadə edə bilirsən. Aydındır. Bu, hələ environmentin çox qısa bir şeydir. Daha sonra gəlir, bax, burada history var. History'dən də siz indiyə qədər nə işlər görmüsünüz, nələr yaradmışsınız, nələr silmişsiniz, onların hamısını görə bilirsiniz. Flow'lara açıq məndə girməmişəm. Bu təzə çıxır. Hə? Sən heç bunu da demək olar ki, istifadə etməyəcəksən. Bildin? Yəni, bu nədir? Buradan da environmenti bir dəfə yaradırsan, vəssalam, bitdi, getdi. Bildin? İndi ola bilər ki, qabaqda daha başqa cür istifadə edəcəksən, ona heç edə bilmərəm. Amma sən normalda bax, istifadə edəcəyin şeydir. Bu collection içərisində burada nələrsə yaradırsan və onlardan istifadə edirsən. İndi bax, bu collectionda tutaq ki, bax bu hissə var. Bax, buranı necə başa düşək?
Və bizdə burada 2 dənə hissə var. Bax bu xətti görürsüz, bu göy xətt. Bu göy xəttdən yuxarı başqa bir işə nəzarət edir. Bu göy xəttdən aşağıda olanlar isə başqa bir şey. Bu yuxarıda olanlar hamısı bizdə gedir request. Yəni ki, sorğu. Biz burada nə göndəririksə, bunu serverdə ya yaratmaq istəyirik, ya serverdən nəsə gətirmək, dəyişmək. Bu hamısı şeydir, sorğuya aid olan məlumatlardır. Yəni ki, bu gedən məlumatlardır. Buradan aşağıda olanlar isə bizə serverdən gələn məlumatlardır. Tamam, belə bir şey yadınızda saxlayın. Bax, tutaq ki, sən Google-da nəsə axtaracaqsansa, onu bax burada yazırsan. Hə? Yazırsan ki, nə bilmək, karandaş, tutaq ki də. Bura yazın, karandaş, yazdın. Bunu axtaracaqsan və sən bu sorğunu hara göndərəcəksən, tutaq ki, google.com-a göndərəcəksən və hansı metoddan istifadə etməlisən yaxşısan? Niyə? Niyə get metodundan ki, aşağılar? Hansı metoddan istifadə edirəm? Post olur. Səncə? Search edirsən, demək. Delete, uşaqlar. Doğru. Sən axtarırsan. Axtarırsansa, hansı metoddan istifadə edirsən? Niyə? Yox. Niyə? Yeni bir sorğu yaradırıq. Onun üzərində search olur. Sən yaradırsansa, onda postdan istifadə edir. Put dəyişir axı. Bəs nə dedin? Hə? Nə dedin? Zarafat edirik. Safa da qalıb ki, bu nə danışır? Yəni, ya mən qulaq asmamışam, ya da bilmirlər yəni. Sən hansı metoddur? Var nəsə axtarsan. Niyə? Google sən nəyi nə vaxtsa yarı belə, yarı-yarımçıq gətirib verib bax. Tamam, onda Ayağım ki. yarı-yarım çox put deyildi, yarı-yarım çox pəç idi. Hə. Put tam... Sorry, yaxşı, put deyiləm bu. Niyə post? Nəsə yaradır. Yaradırsan. Bax sən nəyisə axtarsan. Karandaşı yaradırsan, sorğu göndərmə. Bildiyin, sən nəyisə axtarsan. Yəni, put deyil. Get metodu səncə daha çox şey gəlmir. Sən məlumatı yazsan və sənə cavab qaytarır. Ki, sən məlumata aid olan, sənin yazdığına aid olan cavablar. Düzdür, indi orada arxada bir dənə metod işləmir. Yəni, orada o dəfə sizə göstərdim də, yəni ki, bir servis üçün put işə düşür, bir servis üçün post işə düşür, bir şey üçün get işə düşür. Fərqli. Orada cəmsi bir dənə şey getmir də, bildiyin. Yəni, dəhşət. Axtarırsansa burada sırf getdilər. Yəni ki, məntiq olaraq əslində budur da, sən məlumatı yazıb və axtarırsansa, bu nə edir? Bu gedir, baxır ki, görsün səndə databazda məlumat varsa, həmin məlumatı sənə gətirsin. Düzdür? Yəni, məntiqi budur. O məntiqlə də bizdə hansı metod işləyir? Get. Sən məlumat varsa gətirir, məlumat yoxsa heç gətirmir. Vəssalam. Məlumat olmasa error verir, yoxsa sənə bir... Məlumat olmasa sənə fərqli şeylər ola bilər. Məlumat banya yoxdur. 2-3 dənə məsələ var ki, ola bilər ki, server məsəl üçün çöküb. Düzdür? Məlumat orada var, amma server çöküb. Server çökübsə, sənə başqa bir error mesajı, bura görmüşdünüz, adımızda 500 var idi. 500 ilə olan error mesajları verir. Məsələn ki, internal server error. Bu nə deməkdir? Sənin serverin işləmir. Hə, səndə məlumat yoxdursa, serverin yenə işləyir, məlumatın yoxdursa, sənə nə verəcək? 404. Not found. Açıqlama yazır o aşağıda ki... Hə, açıqlama yazıb yazmamağı üzrə. Ona yaza da bilərlər, sənin üçün düz əməlli şey, yazmaya da bilərlər. Bildin, fərqli şeylər. Baxır da, yəni, belə adam var ki, sənə ora, məsələn, deyir ki, proqramist olar yazır, deyir ki, 404 mesajı versə, bildin, yəni, mən başa düşürəm da, proqramist olaraq bilirəm ki, 404 nədir? İstifadəçi 404-ü başa düşmür. 404-ü lap hamımızı qabağına çıxsa bu heç. Məsələn, 302 çıxsa, nədir 302? Və yaxud 505 çıxsa nədir? Düzdür, biz bunları bilmirik axı. Bunları bilmirik də, bunu bir insan dilinə necəsə çevirmək lazımdır ki, bax, belə bir problem var burada, bildiyin. Məsələn, saytda xəta baş verib və yaxud normalda server şeyləri olanda da, bildiyin, istifadəçi demirsən, serverdə problem var. Deyirsən ki, saytda xəta var. 500 demişdin ki,
Hə 500 şey də var fərqli şeylərdir, yəni baxır da. Məsələn 400 ola bilər ki, backenddən də yazsın, frontenddən də gələ bilər. Hə. Biz məsəl üçün indi karandaşı axtarmaq istəyirik də, Hı hı. netdən istifadə edirik. Post eləsək, error verəcək yoxsa yox, o bilmir də post eləsək. Hə, bax sən post eləsən, normalda bax məsələ nədir? Hamısının qaydaları var. Mən məsəl üçün sizə deyirəm ki, sən nəyisə axtarmaq üçün bu metoddan istifadə etməlisən. Sən başqa metod yazanda deyəcək ki, method not allowed. Yəni ki, icazə verilməyən bir metoddan istifadə edirsən. Hə. Mən də mənə şaşırdım. Ah. Bax, bura qədər belə. İndi uşaqlar. Qaydırıq, bunların hamısını silirəm. Biz də silək, keçən dərs. Yox, siz bu günləri heç nə silib, heç nə yazmırsınız, ancaq mənə baxırsınız və mənə suallarınızı verirsiniz. Yaxşı, bu günləri mən daha çox danışmaq istəyirəm. Getdi. Mənə əvvəl başlı web page'lər gəldi. GitHub. Tak, gəldik bax bura. Mahmud, bax burada məsələ nədir? Bizim o Swag Store var idi ya, yadındadır. Ora girirdi, məhsullar var idi, məhsulu karta əlavə eləyirdi, kartdan silirdi, nə bilim, sayını çoxalda bilirdi, nə edirdi. Bax bu da eyni, burada da eyni şeydir. Amma burada bir-iki də məsələlər var ki, gəlin onlardan birincisi danışaq. Bax, point açaq. O bir dənə tam başa düşməyimiz üçün də. Çünki burada bəzi API-lər var ki, biz o API-ləri çağıracağıq, amma ki realda siz onları görmürük də bildiyin, yəni biraz belə məsələ. Bax bunların hamısının üstündən bir-bir keçib və vizual olaraq görsək ki, bu arxada nə baş verir. Onda daha rahat olacaq bizə. Bax bu status birincisi, status nədir? Status ümumiyyətlə səndə bax serverlər və yaxud hansısa bir servislər, bax bunlar işləyirmi yoxsa, sənin saytın ümumiyyətlə bir dəqiqə işləyirmi yoxsa. Bax belə şeylər var. Tutaq ki, yazsam status checker yazsam website. Bax məsələn facebook.com düzdür. Bax bura yazdım. Və yazıram ki turbo az. Düzdür. Bax bu nə edir? Bu gedir mənim üçün yoxlayır ki turbo az is declined. Niyəsə declined oldu. Bilmirəm niyə. Instagram tutaq. Qarşı da fərq eləmir çalır. Baxın burada görürsüz bunu. İşləmir də, yəni dirəşib şey eləməyəcəm. Bax Facebook. Bax mənə nələr göstərir ki, səndə Facebook məsəl üçün bu dəqiqə vəziyyətləri nə yerdədir, nə qədər ping alır, nə edir. Səndə əgər ki bu bax görsən app yazıb. App nədir? Yəni ki hal-hazırda Facebook işləyir. Bildin hansısa saytlar olur, məsələn girsən görsən ki heç nə yoxdur da, heç nə baş vermir də. Həmin hallarda böyük ehtimallarla ola bilər ki, sayt server çöküb və yaxud hansısa problemlər var. Onu girib normalda buradan yoxlaya bilirsən. Bax məsələn olur bir də görsən Telegram işləmirdi ümumiyyətlə və yaxud bir avayda WhatsApp heç kimdə işləmirdi. Onları hardan girib yoxlaya bilərsən ki, görüm ümumiyyətlə WhatsApp işləyirmi yoxsa yox. O burada girib yazsam məsələn whatsapp.com sənə göstərəcək ki, WhatsApp bu dəqiqə işləyir ümumiyyətlə yoxsa yox. Bildiniz? Belə şeylər var həyatda. App yazılıbsa işləyir. App yazıbsa işləyir, down yazıbsa qırmızıdırsa işləmir. Belə. Və bunların da hamısının şeyi var. Məsələn, WhatsApp serverləri bir dənə dünyanın bir yerində deyil, Amerikada deyil bildin. Yəni bunun Aziyası var, Afrikası var, nə bilim, bütün kontingentlərdə kontingentlərdə var. Bildin və fərqli-fərqli ölkələrdə var. Ola bilər ki, məsələn, sənə yazar ki, Amerika serverləri işləmir. Amerika serverləri üçün down yazar və yaxud Avropa serverləri üçün up yazar və yaxud əksinə bildin. Belə şeylər ola bilər. Hə, əgər sən tutaq ki, sənin o şeylərin xəbəri olmur da, sən əslində ən yaxın serverə qoşulursan, böyük ehtimalla Türkiyə və yaxud Avropa qoşulmusansa, görsən hə, Avropa down-dırsa, deməli ki, səndə də WhatsApp işləməyəcək. Məsələn, düzdür?
Hə, Cloudflare falan da, onlar hamısı elə işləyir. Təkcə bir də bu saytda da fərqli belə saytlar var ki, girib statusuna baxa bilərsən ki, hal-hazırda sayt işləyir yoxsa yox. İndi bax gəlirik bura. Bax burada nədir? Burada endpoints deyilən belə bir şey var. Düzdür, bu endpointslər nədir? Bax status məsələsi. Mən indi belə yoxlamaq istəyirəm ki, mənim saytımda status nədir? Mən bu statusu yoxlamaq üçün bax mən nəyəsə müraciət eləməliyəm də, düzdür? Yəni mən hardan bilim şeydir? Yəni harasa sorğu atmalıyam ki, oradan mənə cavab yazsın ki, sənin status səndə updır, saytın vəziyyəti bir dəqiqə yoxsa down. Düzdür, hansısa bir bu URL var, hansısa bir URL-a sorğu atmalıyam mən buna görə. Mənim də ümumi URL-ım bax budur. Bax bu. Fikirləş ki, səndə grocery store şey əvəzinə olar yazasan. Belə yazılır. Səndə Swag Labs əvəzinə, Labs-a belə yazaq. Swaglabs.com düzdür. Swaglabs.com-da mən istəyirəm ki, bu dəqiqə statusa baxım görüm, vəziyyət nə yerlədir, düzdür. Mən bir dəfəlik bura sorğu göndərsəm, mən bu ehtimaldan heç nə qaytarmayacaq. Niyə? Çünki bunu arxada developer yazıb ki, sən bunun statusuna baxmaq istəyirsən. Sən bura /status yazmalısan və başqa nə yazsan, bura nə bilim, ürəyin nə istəyir yaz, başqa heç bir halda görməyəcəksən. Sən bax buna, bu hissə var, /dan bu tərəf olan hissə. Bu bizdə gedir endpoint adlanır. Tamam. Bu bizim saytın main URL-dır, yəni ki, əsas URL-dır. Main URL bu gedir. Bu tərəf adlanır endpoint. Və bu endpointlərdən başqa bizdə nə ola bilər? Bax, tutaq ki, gələk produktlar. Düzdür, mən istəyirəm ki, bütün produktlarımı görüm. Sən bütün produktlarımı bax burada görmək üçün, Swag Labs-da nə idi bütün produktlarımı görmək üçün? Inventory. Düzdür. Sən bu inventory əvəzinə başqa nəsə yazıb gedib inventory produktları görə bilirsənmi? Yox. Eynisi də bax burdadır. Burada da yəni UI-da necə görürsənsə, yəni URL-ı nə görürsənsə, bildiyin, yəni burada da eynisidir. Və yaxud hansısa bir produktu görmək istəyirsən. Tutaq ki, inventory-dəsən, inventory-dən keçmək istəyən hansısa bir produktu görmək istəyən. Sizcə indi bu necə olar, bu endpoint? Sual işarəsi. Niyə? Kateqoriyaya aid məhsulları, məsələn, backpacks. Bərabərdir backpacks. Bərabərdir backpacks. Ola bilər. Slash olmur. Hə, normalda bax sən bu slash'ın olmadığı hallar da ola bilər əslində. Çünki orada hashlənmə o dəfə göstərirmi ki, security məqsədi ilə məsəl üçün onlar dekod edirlər ki, sən ümumiyyətlə heç görməyəsən də, bildiyin. Hə, amma daha şey var idi. Yəni necə edərsən? Birinci inventara girməlisən ki, düzdür? Sonra inventardan da keçib məhsulu verirsən. Və yaxud məhsula sən yenə birbaşa klik eləmisənsə, yəni heç inventara girmədən də qıraqda bir dənə məhsul görün, klik elədin. Yenə də o məhsulun yerləşdiyi yer haradır? Əslində URL olaraq. Sən görmədən səni birbaşa inventar səhifəsinə aparmır, bildin? Promo inventory / product ID aparır səni yenə ora atır da. Düzdür. Hə. Yəni də. Inventory və item ID. Düzdür. İndi bax tutaq ki, sən şeydəsən. Bura başqa nə var? Hə, bax burada bir dənə maraqlısa bir şeydir. Bax bu produktların hamısı da saytda necə yerləşdirilir? Ümumiyyətlə bu hər yerdə belədir. Dünyası düzəməlli işləmir. Bir dəqiqə gözləyim.
Bax ümumiyyətlə saytlarda uşaqlar. Sən nə yaradırsansa, ürəyin nə istəyir yarad, hamısının ID-si olur. Bax tutaq ki, sənin məhsulların var. Bax fərqli məhsullar, düzdür? Bunların hamısının bir ID-si olur. Bax tutaq ki, bu oldu 1. Bu 2, 3. Yaratdığın hər dəfə post edilsə 1, 2, 3 və bunları sən özün normalda əlavə eləmirsən. Özün əvvəlcədən backend belə şeyir ki, çünki belə bir şey olmayıb da. Məsələn, siz istifadəçi əramda özünüzə rəqəm qoymamısınız, düzdür? O ID siz görmədən öz avtomatik olaraq yaranır. Bax, bu yarandı. Bax, tutaq ki, bizim burada İsmail bura bax. Bizim burada tutaq ki, bizim burada tutaq ki, 4 dənə məhsul var. Düzdür? Nəticədə bizim 4 dənə ID-miz var. Mən sabahları bura bir dənə məhsul əlavə edirəm. Bunun ID-si avtomatik olur 5. Düzdür? Sonra mən götürürəm bu 4-cü məhsulu silirəm. İndi Mahmud, səncə mən bu 4-cü məhsulu siləndə burada ID-lər necə olacaq? Bax, bunu tutaq ki, belə sildim. Maraqlı belə silməyimiz var. Davam gələcək. 6, 7. Bəs bu nə olacaq? Bu 4. O silməcə amma adi davam olaraq gedir. Hə, okey. 5 Hə, yox. Bax, bu yenə də bax, məlumat tam silinmir də bildiyin. ID qalır. Ev işi özün gedirsən, amma yerin görsənir. Bax, belə bir şeydir. Hə, izi qalır öldü. Məsələ odur. Bunda 4 kimi sayılır mı yoksa yok? Hı? Yani 4 kimi saysan amma Hə, bu 4 kimi sayılır, prosta 4-də heç bir məlumat olmur da bildiyin. Hə, bu belədir. Çünki sonra mob çox problemlər yaradır. Bunlar hamısı belə aşağı sürüşəndə fikirləş, sən milyon, nə bilim, neçə milyon dənə, test case sərş eləmə. Sən fikirləş, milyardla userin var və milyardla userin, yəni Facebook tutaq ki, yəni 2 milyard neçə milyon user var, düzdür? Yəni fikirləş, orada hərə bir dənə iş görür, hərə bir dənə post paylaşır, nə edir? Yəni sən bir dənə ID-ni bir dənə aşağı çəkməyin var, bilsən nə olur? Yəni hamı bir-birinin hər şeyini görə bilər, başa düşdün? Yəni ona görə və yaxud hamı bir-birindən bilmir. Tutaq ki, mən biznesəm, qardaşla təzə açıb, skameri deyir necə pul qazanım. Bir dənə şey oldu. Gəldi girdi mənim sabahlar hesabı açır ki, o mənim hesabımdan da adam bildi. Yəni yeri dəyişir. Və belə şeylər olur deyə çox qarşılıqlı yaranır. Ona görə çox problemlər çıxara bilər. Ona görə bu silinir dırnaq arası, amma ki yer olaraq qalır, bildin. Buna sənin dataların filan əgər sayt belədir, yaxşı adamlarsa hamısını silirlər. Yox. Facebook kimilərsə və WhatsApp kimilərsə sənin dataları saxlayır özlərində. Sonra satırlar. Hə. Hə, bu vəziyyət belədir. Və davamlı olaraq da bu arta gedir. Bax, bu belə. İndi bir dənə məsələ var ki, bax, sən tutaq ki, user yaratmısan, istifadəçini yaratdın swaglabs.com-da, düzdür? Mən də bir dənə istifadəçi yaratdım swaglabs.com-da. İndi nədir? Bir də bunun içərisində hamımızın şeyləri var. Bax, bu da bizim məhsullarımızdır, düzdür? Belə demək. Bax, burada aşağıda məhsullar var. Hə? Bu bizim istifadəçilər, bunlar bizim məhsullar, düzdürmü? İndi bir də məsələ. Mən bax bunu istəyirəm ki, bu məhsulu öz kartıma əlavə edeyim. Düzdür? Bax, bunlar yarananda avtomatik olaraq bunların içərisində bir dənə kart yaranır. Kart yaranır və kartın özünün də ID-si olur. Necə ki, bax, bunlarda var idi. Məhsulların ayrı-ayrı, unique, hamısının da özünün ID-ləri olur. Bunların özünün də ayrıca ID-ləri olur. Yaxşı, bəs bu niyə olur? Bax, tutaq ki, bunun ID-si 1-dir, bunun ID-si 2-dir. Düzdür? Bax, bunun ID-si belə fikirləş ki, olmasa, yenə bax, eyni qarşılıq olmaz. Sən bunu karta əlavə eləyəndə, yəni, ya gəlib bu ikisinə düşməlidir, düzdür? Yəni, sən belə deyim də, bir növ əlaqələndirməlisən də, bax, məhsul var, düzdür? Məhsul hara gəlib düşəcək? Yəni, nə olsun ki, mən girmişəm, mən login olmuşam və yaxud nə olmuşam da, yəni, məhsul sənə də görsənir, mənə də görsənir, düzdür? Məhsul hamıya aid olan bir şeydir, amma kart sənin öz aid olan bir şeydir. Sənin ayrıca bir ID-in olmalıdır, kart ID-in də olmalıdır. Onlar biz görmürük, amma arxada hamısı var. Bax, bunların hamısının kart ID-ləri yəni. İndi bax, burada da, bax, fikir versəz,
create a new card var. Məsələn, biz bunu normalda istifadəçi olaraq görmürük. Yəni biz şey yaradıb istifadəçimizi yaradıb daha sonra girib orada kart düzəltmirik ki. Yəni kartı bir dəfəlik əlavə edirik də. Amma bu API tərəfində necə işləyir? Sən özün sıfırdan daha sən user yaradanda öz arxada sənə aid olan bir dənə kart da yaradır. Və onu da yaratmaq üçün hansısa bir API, hansısa bir endpoint-da sorğu atır və onun nəticəsində sənin kartın yaranır. Bildin? Bax bu belə. Səndən bir şey soruşum. Məsələn, misal sistemi. Orada loginlə password var da. Sən tərkibində environment-də dedin də. Passwordla logini yazanda. Burada seçəndə. Səndə basanda sən orada login olur, onu yoxlayırsan zaten. Birincisi Salsdemo o şeydir. API ilə işləmir. Salsdemo hamısı JavaScript-dir. Bilin, o prosta belə şeydir. Əlləşir. Hə, və elə işləməyəcək. Niyə? Sən bax hər sayt, onların da hamısı fərqli olur. Məsələn, biri deyir ki, Məsələn, login page-ə. silmişəm. Biri deyir ki, mənə datanı, məsəl üçün, parametrləri göndər. O birisi deyə bilər ki, mənə datanı byte kimi göndər. Və yaxud fayl növləri var. Mən məsəl üçün, bir deyəcək, XML kimi istəyirəm şey deyim. Bir deyəcək, mən JSON kimi istəyirəm öz dataları mənə göndərsən. Belə fərqli-fərqli. Yəni, sən onu birincidən belə tuta bilməzsən ki, nədir? Bu normalda, məsələn, bizim indi keçdiyimiz daha çox hamısı gedir JSON datadır. JSON data görəcək nədir biləşdirərək. Və bizim elədiyimiz test gedir burada REST API-lar. REST API fərqləri də var, orada çoxlu API. Bir 7-8 cürə API-lar var. Bizim bu dəqiqə elədiyimiz API-lar REST API-lar. Bank sana hər şey hazır verir, saytda verdiyin hər şey, mən sən onu yoxlayacağam. Məsələn, mən də özüm hansısa bir saytı yoxlasam, yəni ki, mümkün. Əslində mümkündür, yox, bax mümkündür, amma xəbərin olmalıdır, yəni ki, sən indiki halından yox, məsələn. Tutaq belə adamlar var, girirlər saytları, hack edirlər, onlar nə edirlər? Onlar hamısı API ilə edirlər, yəni başqa bir yolu yoxdur. Bildin, yəni onlar hamısı API səviyyəsində olan şeylərdir. Orada fərqli datalar göndərirsən, nə edirsən, axırda birində qırılır və s. Və elə hack olunur. Hə, bax indi gəldi bu şeyə. Dəli maraqlı məsələ. Görürsüz, tutaq ki, create card var burada. Create new card. Və yaxud create new user. Create new user-da şey nə idi? Məsəl üçün, belə ataq da özümüzdən ki, bizi atıb, burada olmalı deyəsən. Order, create. Hə, bax, create new order. Yeni sifariş yaratmaq. Yeni sifariş yaratmaq istəyəndə, məsəl üçün, mənə atır /order, yəni ki, sifarişlər səviyyəsində, düzdür? Bax, indi burada mən nə edə bilərəm? Performans testi, yadınızdadır, sizə deyirəm, performans testi API səviyyəsində olur falan. Biri var ki, o user getsin eyni vaxtda, məsələn, 100.000 dənə tutaq ki də, və o çox məntiqsizdir əslində. 100.000 dənə gəlsən səhifə açasan, əgər biz UI tərəfində şeydən danışırıqsa da, ki, elə bir şey yoxdur. Performans testi tutaq ki, 100.000 dənə userlə. Deyirəm ki, 100.000 dənə user eyni vaxtda sifariş yaratmalıdır. Bunun performans testi necə olur? Bax, bura /ordersa eyni anda 100.000 dənə sorğu atırlar. Bildin? Və elə yoxlayırlar ki, saytın performansı necədir? Yəni şey deyil də, gedib 100.000 dənə user gedib eyni vaxtda o saytda o batına klik eləmir. Bildin? Bunlar hamısı bax API səviyyəsində belə gələn şeylərdir. Sonra, indi gəlin qaydaq bax bura lap başa. Deyəmək. İndi biz endpointləri başa düşdük də, yəni bu endpointlər nə üçündür? Hansısa prosesi eləyəcəksə, həmin prosesi görmək üçün biz main URL, yəni ki bu və main URL-ın arxasına hansısa bir / və nələrsə qoymalıyıq ki, biz gedək proseslərimizi görək. Gəlin elə başda birinci statusdur. Bu status bax burada bizə nə deyir? Və mən hamısının bir-bir üstünə gəldikcə, burada mənə açıqlamalarıma klik elədim, məni atır həmin yerə və burada mənə açıqlamalarını yazır ki, sənin bu API nə işə yarayır və nə cür parametrlər ola bilər. Sən
bunu API-yi yaratmaq üçün hansı metoddan istifadə etməlisən? Orada yaxşı görsənir hamısı. Sən bu metodu yaratmaq üçün, sən bunu yaratmaq üçün hansı metoddan istifadə edirsən, hansı endpoint-da göndərəcəksən və status kod 201 babı nədir ki, əgər bu yaranıbsa, burada yazıb indicates that card has been created successfully. Deməli ki, sənin kartın uğurla yaranıb. Ümumiyyətlə 201 həmişə varsa, hər yerdə bu belədir. Hansı application etsin 201 görürsənsə, deməli ki, hansısa bir uğurlu əməliyyat yerinə yetirilib. Və sənə deyir ki, baxsan bunu yaradandan sonra gələcək, sənə belə bir cavab verəcək aşağıda ki, yəni ki, doğrudan da yaradılıb. Gələk lap başa. Başlayaq nədən? Statusdan. Bax, indi deyir ki, sən deyir bunun statusunu yoxlamağın üçün nə etməlisən? Get metodundan istifadə edəcəksən. Hansı ki, sənə datanı gətirəcək ki, bu işdir yoxsa yox. Bildin. Və /status endpoint-una müraciət edəcəksən. Bax, mən nə edirəm? Mən gəlirəm birincisi bir collection yaradıram və collection-ın da adını qoyuram nə? Buranın adına uyğun da Grocery Store. Bax, bunu yaratdım, bura qoydum. Sonra bunların hamısı da məndə nə gedir? Requestlər gedir. Yəni ki, sorğudur. Bunların heç bir cavabı deyil, hamısı sorğulardır. İndi mən bax bunu yaradıram. Birinci mənim sorğum nədir? Deyir ki, /status. Bax, mən burada add request edəndə, add request elədim. Belə bir şey açıldı. Bunu bax, belə də edə bilərsiniz. Və yaxud, görək başqa nə yollar var. Bax, buradan new eləsəm, belə bir şeydir, yəni. Burada daha çoxdur. Amma, məsələn, bax, buradan create eləsəz, bu qradi olacaq. Görürsünüz, bunun içərisinə düşmür. Ona görə, sizə bunun içərisinə lazımdırsa, bir dəfəlik buradan eləsəz, görürsünüz, bax, görsədir ki, bunun içərisinə aid. Elədim, yarandı burada. Ctrl-E-yə basanda isə mən bunun adını dəyişə bilirəm buradan və yaxud adım buradan da dəyişə bilərəm. Bax, indi mənim bu sorğumun adı nədir? Yəni, mənim bu sorğum nə işə yarayır? ISO status adını yazaram. Check website məsələn. Check server yazalım. Server status. Adı avtomatik olaraq burada dəyişdi. Eyni cümlədən də buradan mən məsələn belə eləsəm, adını dəyişə bilərəm buradan. Buradan yazsam və burada da dəyişəcək. Bu heç. Status. Bax, bunu elədim. Hə. İndi mən bax, bunların hamısının ortaq bir nöqtəsi var ki, mən bunları bax, bu URL-a göndərməliyəm. Yəni necə? Bu məndə olur əsas URL. Əsas URL budur. İndi gəlin bax, belə deyək. Mən arxasında onun heç nə yazmamışam. Görürsən, statusda da heç nə yazmamışam. Prosta send edirəm, görək nə olur. Görürsünüz, mənə tamam bax, buradan, bu hissədən mən sorğu atdım və mənə aşağıda bax, burada belə bir cavab verir ki, tamam, sənin gördüyün əməliyyat hansısa bir iş gördü, yəni ki, uğurlu əməliyyat oldu, 200. Bax, görürsən, request successful. Gördün, deyir ki, yəni sənə uğurlu bir şey qaytarıb və nə qədər vaxtda qaytarıb, 691 millisaniyə ərzində qaytarıb və bizə belə bir cavab qaytarıb ki, sən bunu göndərmişsən, yəni sən bu atdığın şey, Simple Grocery Store API-lardır, vəssalam. Belə qeyri-adi belə bir şey yoxdur. Yəni, bizə də çox da lazımlı məlumat deyil. Düzdür. Mən bunun statusunu yoxlamaq üçün nə edirəm? Gəlirəm, /status yazdım. /status. İndi bir də burada məsələ. Bax, burada görürsünüz, hamısı balacana yazılıb. Daha doğrusu burada. Hamısı balacana yazıbsa, mən hamısını balacana. Bax, atdım bura, sən elədim. Mənə bir dənə cavab qaytarır ki, statusun hal-hazırda updır. Düzdür. Mən indi bunu belirləsəm nə olar, yaxşı. İkisini də böylə yazsam, görək nə olacaq. Nə qaytardı mənə? Deyir ki, bax, sənin atdığın məlumata uyğun mən bir şey tapmadım. Heç bir sorğuya uyğun heç bir məlumat tapmadım. Ona görə bizə nə qaytarır burada? 404 not found. Düzdür.
Bax burada da mənə yazır. Deyir ki, belə bir source nədir? Mənbə yoxdur, belə bir məlumat yoxdur. Sən öz endpoint-u və yaxud metodu yoxla. Çünki ola bilər ki, tutaq ki, bax mən bunu burada belə yazım. Status endpoint ya bunu yoxla ya da ki bunu yoxla. Bunu tutaq ki, taşıb mən post eləsəm və sən də edirəm, mənə yenə eyni şey verir. Bildin? Çünki bu bilmir axı sən bunu səhv yazmısan yoxsa bunu səhv yazmısan. Onu yoxlamır. Ona görə deyir ki, bu ikisindən qaynaqlanan problem. Mən bunu belə normal saxlayanda göndərim bax bu bizim birinci API sorğumuz. Dedi ki, sənin statusun işləyir. İndi keçək daha maraqlılarına. Artıq burada bizim add requestimiz yoxa çıxdı. Уже nə edə bilərik? Bax buradan. Bax buradan gəlirəm, plus eləyirəm. Add request görürsüz. Elədim. Gəlirəm bu requestimin üstünə. İndi məndə ikinci nədir? Produktlara aid olan requestlərdir. Bax bunlar nədir? Get all product. Get all productda yazıb ki, returns list of products from inventory. Inventoryda olan bütün produktları bizə geri qaytarır. O hansı ki sayta girəndə gördük biz Swag Labs-da çoxlu şeylər düzdür. İndi bax bu nədir? Yəni deyirsən get metodundan istifadə edəcəksən və /products-a göndərəcəksən. /products endpoint-una sorğu göndərəcəksən. İndi gələk bura. Gedir. Mən birinci sorğunun adını yazaram. Sorğunun adı nə olmalıdır sizcə indi? Product. Güzel. Bax indi belə bir şey. Sizcə bu nə dərəcədə mənalı bir şeydir? Sorğu adı. Yaxşı, bəs mən sənə desəm ki, oradan bir dənə məhsul istəyirəm görüm. Onda nə olacaqdı? Bax bu indi tutaq ki, bax bunun başını buraxaq. Deyirəm ki, indi mən şey yazmaq istəyirəm. Bir dənə məhsulu göstərmək istəyirəm. Yox, bir dənə məhsulu göstərmək istəyirəm. Bir məhsulu istəyirəm göstərdim, düzdür? Sizcə mən bunu API-nin adını, sorğunun adını necə yazım? ID-sini göstərmir yaxı. Yəni bütün məhsula aid hər şeyi göstərir əslində. Bax çox asan uşaqlar, bax. Adını nə yazarım? Burada adını nə yazıb? Yəni niyə oynayıram ki? Bu mənə demir ki, sənin API-in adı bax budur, get all product. Mən də burada öz API-min adını qoyaram, get all products. Əlavə belə bir şeyə ehtiyac yox. Bunların hamısı adlandırılması çox lazımlıdır bir şeydir ki, çünki siz keçən dərs görmüşdünüz bizim yüzlərlə, minlərlə API-miz olur. Sən product yazandan sonra, elə hamısını çox sadə yazandan sonra nə biləcəksən ki, hansı nə işə yarayır. Ona görə çox qısa bir məlumat xarakterli bir şey yazmasan ki, sən bu API nə edir, nə iş görür. İndi bunu belə burada deyirəm, işləm ona çox fikir vermirlər. Evet. Tak, bax bu belə. Get all product. Yenə mən get all product-da müraciət eləmək üçün endpoint-ə nə etməliyəm? Onu səfər etmək olur, o saytı. URL. Bu main URL-ı olur. Yazın. Bura get metodundan istifadə edəcəm və nə yazacağım bura? /products yazsam, /products sən də edirəm və mənə nə verir? Bax, mənə bütün produktlarımın görürsünüz, bax, hamısını verdi. Bildin? Bu produktların içərisində nə var? Bax, bayaqlar dediyim kimi, bütün produktların ID-ləri var, hamısı fərqli olmalıdır. Hamısının produktların kateqoriyaları var. Daha sonra öz adları və in stock, yəni ki, hal-hazırda bu produkt var, bizdə yoxsa yox. Bax, bunlardır. Və mən indi bunlardan, tutaq ki, bu məhsullardan indi baxmırsan, bir dəsini seç, məsəl üçün, bu var da fərqli. 36-74. 36-74 nədir?
Oraya. Başqa. Ha bu olsun da lap şey. Green Cabbage Organic 2585. Düzdür? Green Cabbage Organic. Ha bura görsən çox qısa bir məlumat var. Ha deyir ki, bu Fresh Produce kateqoriyasına aiddir. Məhsulun adı budur və stokda var. İndi mən istəyirəm ki, bax bu dəqiqə sən necə kimi fikirləş, sənin bütün məhsulları göstərir və o məhsulun üstünə birinə klik edirsən, onun haqqında çox məlumatlar çıxır. Düzdür? Biz indi onu eləmək istəyirik ki, bir dənə məhsula klik edək və məhsul haqqında daha çox məlumat eləyək. Bax bunu necə edərik? Mən ona görə nə etməliyəm? Bu məhsulun ID-sini istifadə etməliyəm. ID-sini götürdüm, kopyaladım. Nə edirəm? Gəlirəm bir dənə də request buradan açıram, adını yazıram nə? Üstündən eləyim. Necə? Onun üstündən eləyim. Elə bilərsən. Qarışar. Yox, qarışmayacaq. Amma sonra mən sənə deyəndə ki, get all products elə, sonra təzədən yerə dala qayıdasan. Bildin, ona görə mənasızdır da yəni. Yəni özünə əziyyət verəcəksən. Təsini açıram, adını da qoyuram. Get a single məsəl üçün product. Yəni tək şeyə, mənə qaytarsan. Belə. Sonra mənim URL-ım yerinə budur. İndi amma endpoint-im mənim bura dəyişməlidir. Daha görə endpoint-im nədir? Hə, bu dəfə deyir ki, bax 2 nöqtə product ID lazımdır. Product ID məndə nə idi burada? Bax, product ID-lər. Gördün? Qayıdıram bura. Dəyişirəm slash product. 2 nöqtə qoymalıyam. Hə, qoyacam. Product ID. Bax, bunu yazdım belə. Düzdür? İndi bax, bir şey fikir ver. Bax, buranı görsən. Bu parametr hissəsini. Parametrdə burada məndə ancaq query parametr deyilən belə bir şey var. Query parametr. İndi mən bax, bura 2 nöqtə qoyanda qoymadım. Qoydum. Məndə artıq pass variable adında belə bir şey, təzə bir şey açıldı. Pass variable adında. İndi bu necə işləyir? Evet, görürsən, babam bura yazdığım şey eyni zamanda da gəldi bura pass variable düşdü. Düzdür? Bax, 2585 kopyaladım. Bayırsan bu dəqiqə bu qırmızı yanır. Ya enter value yazır. Deməli ki, bunun heç bir şey yoxdur. Bax, attım bunu bura. Görürsən bu da rəngi dəyişdi. 2585. Və burada nə oldu? Avtomatik olaraq 2585 yazıldı. İndi bu nə deməkdir? Mən bax bunu göndərəndə bu bizən geri hara müraciət edir? Bax, product 2585-ə müraciət edir. Bir şey bu gedir, arxada bu gedir. Bildin? Amma bu daha dinamik olsun deyə, yəni dinamik biz keçmişdə dinamiklədir. Yəni ki, sən burada tutaq ki, bax, sabah belə edərsən ki, product ID nə bilmək, burada burada fərqli şeylər, passlər ola bilər və yaxud da passlərin hansısa söndürə bilərsən. Tutaq ki, buradan silmirsən, nə bildin? Buradan bir dəfəlik bağlasan və yaxud da qabağını boş saxlasan, avtomatik olaraq burada da heç göndərmirsən, nə bildin? Burada yazıram ki, 2585 və bunu send edirəm. Send eləyəndə mənə artıq, bax, görsən, burada neçə var idi? 1, 2, 3, 4 dənə. Burada mənə nə qədər məlumat verir? 3, 7 dənə mənə məlumat verir. Burada görsən, price-ını da çıxardır. Hal-hazırda stokda neçədir, onu da çıxardır. Hansı şirkət bunu istehsal edib, onu da göstərir. Aydındır, burada daha çox məlumat çıxır. Sonra Elədikcə də save edirsən. hə, elədikcə də save edirsən. Bax, bu belə. Hə, əgər ki, bax, bir dənə məsələ. Yuxarıda narıncı işarə varsa demək save olmuyor. Hə? Yuxarıda narıncı nöqtə varsa demək save olmuyor. Hə, Mahmud, qoy onu deyim sənə, bax. Bu var ha. Bu belədirsə, bu save olmayıb. Yəni, bunları maksimum mərifə save eləyə bilərsən və yaxud settingsdən gəlib, settingsdən hara gəlirsən.
autosave var. Görürsünüz ən axırda autosave var. Settings general autosave. Bunu məsələn eləsəz ən salamatı olur. Yazdıqca özü save edir, heç vaxt bir də save knopkasına klikləmirsiniz. Amma onun da bəzi hallar var ki, məsələn mən bəzi yerlərdə autosave istifadə edirəm. Görürsünüz mən autosave istifadə edirəm. Çünki görürsünüz məlumatları qarışdırır, save edir də, əvvəlki məlumatı sömdələ qayda bilmirəm. Ona görə o betadaydı orada, tam hələ hazır deyil. Vaxt obnovleniya verir ki, save eləyəndə. Bax indi tutalım biz danışa stokda mal getdi. Amma səndə save vəziyyətindədir. Orucu false yazmalıdır da. Vaxt obnovleniya verəcək. Stokda mal getdi. Stokda true'dur da məsələn. Hə. İndi bura danışırıq, o da... Hayır, vermir. Bax, sən bunu, o save edir. Operasiya yazın məlumatı save edir. Sən bura send eləməyənə qədər o avto-obnovleniya vermir. Bildin? Bu belə. Daha sonra. İndi bir dənə məsələ. Bu niyə qırmızı verir bizə? Çünki məhsulun ID-si yoxdur. İndi bax bir dənə məsələ daha, başqa bir şey. Yəni bayaq var dediyim kimi. Burada I hərfi böyükdür. Mən bunu yenə balaca yazsam. Sən deyirsən nə olacaq? Bu dəfə mənə balaca I hərfi ilə nəsə qaytardı, bilmirəm, çox maraqlıdır. Bu dəfə qaytardın, yes. Heç bir fikrim yoxdur. Yox, dəyişmir, amma mən məsələn burada D-ni böyüklə yazsam nə olacaq? Bunda 25 aşağı. Ha, burada o qaytarır. Deməli ki, bu nədir? Deməli ki, bu nədir? Bu bug'dır bizdə. Bug'dır? Bəli. Olmaz. Yaxşı, bəs o birislərdə niyə olmur? Bunda olur. Bu arada burada bug'lar var. Burada fərqli bug'lar var. Görəcəksiniz. Bu belə. Bax, bura qədər aydındır. Yəni, mən nə edirəm? İki dənə şey var. Bax, metodum var, mənim əsas URL-ım var və endpoint-um var. Mən bu URL-ın, bu endpoint-una, bu metodla müraciət edəndə mənə hansısa bir cavab qaytarır. Sonra bu cavabdan mən, məsələn, bu ID-ni seçirəm. Gedirəm başqa bir URL-da, başqa bir endpoint-la həmin ID-ni bura yazdım. Göndərirəm, yenə işləyir. Bunu bu arada mən belə də yazsam, 2585. Bunu da belə yazsam, sən deyirsən, mənə yenə bunu qaytaracaq. Bildin? Yəni, belə də saxlaya bilərsən. Bəzi hallar ola bilər ki, məsələn, indi qabağımıza çıxarlar. Bunu bura nəsə yazım falan, sonra buradan girmə yazım. Vaxtınızı daha tez şey eləmək üçün, yəni ki, daha tez nəyəsə yoxlayacaqsınızsa, belə də yazıb tez bazar yoxlaya bilərsiniz. Amma həmişə məsləhət görülür ki, bunları belə yazasınız. Niyə elə yazasınız? Bax. Bunu mən belə yazdım. Düzdür. Tutaq ki, mən bura 2585 yazmışım. Düzdür. Bayaqlar biz nədən danışırıq? Environmentlərdən danışırıq. Düzdür. Mən də environmentim, tutaq ki, test environmentidir. Mən bunu production eləyəndə, məndə productionda 2585 adında məhsulu yoxdur. ID-sində məhsulu yoxdur da, tutaq ki. Düzdür. Onda nə olacaq? Mənə error qaytaracaq. Amma sən bax, bunu belə bir şey yazsaydın ki, 2 nöqtə product ID və burada 2585 əvəzinə yazsaydın ki, məsələn, burada da prod ID yazdım. Mürəbbiyiniz necə istəyir? Prod ID və prod ID-ni də bayaqlar mən necə eləmişdim? Fərqli eləyə birsəni. Hər iki environment üçün ayrı-ayrı ID-lər yazdın. Nəzərə sən bunu yenə dəyişəndə avtomatik olaraq bu da dəyişəcək. Bildin? Amma sən bura statik olaraq 2585 yazsan, environmenti dəyişməyə baxmayaraq bu dəyişmir də, yəni statik olaraq qalır. Bunu da məcbursan ki, hər yerdə əllə dəyişəsən. Bildin? Dəqiq başa düşdün? Məncə yox. Mən şeyi oraya yazmalısan da, aydın oraya yazdım. Mən bunu bura niyə belə yazdım, yaxşı? Prod ID.
və sonra yazdım və environment-a görə deyəndə mən bu aydını bura niyə yazdım uşaqlar? Başlayalım. Hə? Bayaqlar yazmışdım. Bax, mən burada 2 dənə environmentim var. Görürsünüz, bax, production və test env. Hə? Mən bura product ID yazıram ki, belə fikirləşək ki, məndə productionda, test mühitində bu məhsulların hamısı var. Hə, bax, bu gör nə qədərdir? 85-54-ə qədərdir. Amma məndə productionda bu qədər məhsul yoxdur. Məndə productionda məhsulların maksimum sayı 17 dənədir, 20 dənədir tutaq ki. Düzdür? Mən bax, indi bura belə bir şey deyirəm ki, gələm environment-a və məndə burada qıraqda belə bir şey var. Bax, bura klik eləyəndə, burada məndə environment-a aid olan şeylər çıxır. Bax, username, password. Klik elədim üstünə. Bax, bura yazıram ki, product ID. Product ID. Bunun qabağına yazıram 25-85. Düzdür? Yazdım, bax, bunu save elədim. Bu hansına aiddir? Bax, test environment-ına aiddir. Buradan çıxdım. Sonra keçdim production environment-imə. Yəni eyni şey burada klik eləyirəm. All variable-a klik eləyirəm. Environment-a klik elədim. Bu lazımdır, bunu bağladım. Eyni sözü burada da yazıram. Product ID və bunun da adını nə edirəm? Məsəl üçün 17 produktum var axı. Bunu edirəm burada 12. ID-si 12 olanı axtaracam mən burada ərəfə. Save elədim, çıxdım. Və gəldim bura. Bu iki dənə bax, bunu açanda görsən mənə göstərir burada. Product ID. Bunu da bura yazdım. Düzdür? İndi bax. Production'da, düzdür? Mən production'da, mən bunu send edəndə hansı product ID-ni göndərmiş oluram? 12. Gördün? Hə, mən indi bunu dəyişsəm amma, test environment dəyişdim. Send edirəm. Mənə 25-85-i qaytardı. Hə, indi sən onu, bax, sən indi onu bax, burada yazsaydın, tutaq ki, olacaqdı, bax, 12 yazdın, amma ki, test environmentində səndə test environmentində belə bir şey yoxdur axı. Görün, səni qaytarmayacaq. Yəni, sənin nəticədə nə elədir? Sən bir dəfə yazırsan, avtomatik olaraq öz hissəsini dəyişir də. Başa düşdün, daha ehtiyacın olmur. Ona görə, bax, dinamik data odur. Sən bunu dəyişdikcə, burada bu dataların hamısı öz üçün. Bax, indi görsən, deyir ki, görsəlir ki, values yoxdur. Mən bunu send eləsəm. Sildim mən bunu. Niyə yoxdur values? Çünki buradan silmişəm ona görə. İndi işləyəcək var yəni. Görün. Yəni ki, dinamik nədir? Mən bir şey dəyişəndə hər şey də ona uyğun dəyişməlidir. Başa düşdünüz? Dinamik budur. Mən bura prosta bax, belə 25 yazıb saxlamağımsa, bu statik datadır. Bildin? Yəni, bunu mən özüm gəlib dəyişməliyəm hər dəfə. Bu belə. Bu da getdi. Sonra. Mən də bunu saxlayayım. Single product. Bunu da başa düşdük. İndi qaydırıq arxaya. Bax, burada bizim bu parametrlər var. Bunlar yadınızdadır. Parametrlər nə üçün istifadə edirik? Bax, burada Mahmud. Görsən, bax, kateqoriyaları var. Stokda olub olmamaqları var. Bax, məsələn, mən nə edə bilərəm? Kateqoriyanı götürərəm. Deyirəm ki, mənə bu məhsulları hansısa bir kateqoriyaya aid olan məhsulları ancaq görsət. Yəni, istəmirəm də, mən 20 neçədən məhsul görürəm. Hansısa bir kateqoriya, məsəl üçün, nə götürək buradan?
Məsələn, bax, kofe. Düzdür, mən istəyirəm ki, hamısını ancaq mənə kofelər göstərsin. Nə edə bilərəm burada? Bax, burada yazıb ki, parametrlər. Görürsünüz, bax, bu sözü parametr. Mən də avtomatik nə eləməliyəm? Bax, burada paramsa gəlməliyəm. Paramsda bu bütün hara yoxu çıxdı, müəllim. Paramsda, bax, bura atıram bu kateqoriya sözünü. Düzdür. Kateqoriya sözünü atdım. Daha sonra nə edirəm? Bura yazıram kofe. Bax, görsən burada gedib ayaqları slash var. Slash yoxdur. Sən bayaqlar dün vardı, hamısında slash olmalıdır. Məsələn, burada yoxdur. Burada promote sual və belə gelir. Qoysan oldu işləməyəcək. Error verir. Gəl yoxlayaq da. Görün nə olur. Bax, belə olanda görün bizə 3 dənə kofe məhsulu var. Kofe kateqoriyasına aid olan 3 məhsul var. Bizə bunları çıxartdı verdi. Okeydir. Həmən bunu buradan bir də belə yığışdırsam, bunu silmirəm. Prosta yığışdırdım. Avtomatik olaraq görürsünüz, bax buradan da getdi. Send eləyirəm, mənə yenə bütün produktların hamısını qaytarır. Hə, lazım oldu bunu belə göndərirəm. İndi cavab belə deyək. Bunu götürək, silək, slash eləyək, görək nə olur. Bunu produkt ayda axtarır burada nəsə. Heç doğru düzgün bir informasiya da vermir. Və bizə göstərir ki, nədir? Server deyirsən, yazdığı başa düşmür ümumiyyətlə. Bildin. Bu belə. Sonra burada nə var? Result. Resultlar nədir? Yəni ki, bu pagination baxmışdınız da hamınız pagination nədir? Mən UI elementləri dedim sizə, hamınız inanıram ki, getdiniz evdə baxdınız. Orada pagination görmüşdünüz. Harada ki, məhsulları sənə tutaq ki də bir səhifədə 10 dənə məhsul göstərir. Sonra ikinci səhifəyə gedirsən 10 dənə məhsul göstərir, düzdür? Belə bir şeylər hamımızın qabağına çıxır da. Bax, bu results da onun üçündür. Mən deyirəm ki, mən burada bax, bunu dəqiqə belə send eləsəm nə olacaq? 1, 2, 3 dənə çıxardır. Mən deyirəm ki, mənə cəmisi 2 dənəsini göstərir. Düzdür? Mənə nə edir? Gedir 2 dənə məhsul göstərir. Bax, kateqoriyanı buradan çıxardıram. Resultları eləyirəm məsəl üçün 10 dənə. Nə edəcək? Mən o bayaqki bütün məhsullardan 10 dənəsini çıxarıb göstərəcək və salam. Bitdi, getdi. Nəyə əsasən çıxardır? Hə, bu nəyə əsasən çıxarır? Gəlin baxaq. 12, 25, 17, 09, 17, 10. Düzdür. Sən də deyirəm. 12, 25, 17, 09, 17, 10. Deməli, bu nə edir? Başdan 10 dənəsini sənə çıxarır göstərir və salam. Bildin? Hə, əgər sən desən ki, yox, mən istəyirəm ən axırdakı olan birinci göstərsin. Burada elə bir şey yoxdur. Yəni developer yazmırsa sən onu eləyə bilməzsən. Bildin? Elə bir burada parametr qoymursa sənə göndərməyə, sən o parametri göndərə bilməzsən. Bildin? Bunu yoxlamamız elə də vacib deyil məncə. Vacibdir, vacib. Müştəri nə edir olsa 10 dənə çəkmək ki, əvvəldən 10 dənə. Yox, əvvəldən onları görsənəcəm orada yoxsa sən onu yoxlamalısın məsələn. O funksiya olacaq saytda. 100%. Bəs o şey var ha. Saytda 10 dənədən bir şey gəlir ki, növbəti səhifəyə keç. Ona nə işləyirsən? O bu ilə də. Bildin sən? Hə, və bunu niyə yoxlamalısan məsəl üçün? Çünki o orada 10 dənə və yaxud 9-8 dənə məhsul göstərməyində hamısını adın paneldən eləyə bilirsən ki, neçə dənə məhsul göstərsin sənə. Bildin? O məsələ var. Bu da getdi. Daha sonra nə var? Available. Available nədir? Yəni ki, hal-hazırda məhsuldan var, yoxsa yox. O bizdə bunun qarşılığı nə idi? Stock. Düzdür? Bizdə stockda var, yoxsa yox. Mən buraya yazıram bir dənə available. False yazsam, yəni ki, olmayanlar. False yox da. Eləsəm bunu. Mənə 2 dənəsini göstərəcək ki, bax, bu 2 məhsulu yoxdur. Və true stokda olanları göstərməyəcək birini. Və mən true yazsam.
göndərsəm, mənə artıq bu dəfə stokda, ancaq stokda olanlar göstərəcək, qalanlar göstərməyəcək. Resultları məsəl üçün belə eləsəm ki, mənə buradan 2 dəfə result çıxart. Ondan sonra bundakı məsələn belə elə. Bu üçün də belə bir yerdə işləyə bilərəm. Və mənə 2 dənə belə bir şey çıxaracaq, belə də. Aydın. Sonra gedirik davamına. Hə, bax burada indi nə deyir? Deyir ki, sən burada 2 cür status kod ala bilərsən. 1, 200, okey. Hansı ki, biz bunu hər dəfə düzgün yazanda bizə nəsə cavab qaytarır. 1-2, 400, bad request. Bad request də bayaqlar aldıq. Məsələn, mən bura şey yazsam, -3 yazsam nə yazayım? 400 bad request. Ki, belə bir -3 dənə sən necə result ala bilərsən? Düzdür və yaxud mən bunu düzgün yazıram, adını qoyuram fresh product, eyni yazmıram burada. Mənə nə qaytarmalıdır? 400 bad request. Deyir ki, invalid belə bir şey deyir, yoxdur. Deyir, ancaq bunları seçə bilərsən. Ancaq deyir, bu kateqoriyalar var, bunları seçə bilərsən. Bax, bu belə. Sonra gəldik indi karta. Düzdür. Bax, indi məsələ nədir? Get a kart var burada. Yəni ki, mən istifadəçi olaraq öz kartımı görməliyəm, nə düzdür? Nədən istifadə etməliyəm? Get metodundan və bu endpointdə. Bir dənə buradan tez bazar yaratdım. Adını qoydum. Get a card. Bu tığlandı. Kart. Düzdür. Bu mənim endpointim. Bunu belə yazdım və bunu belə elədim. Aha. İndi göndərim görüm nə olur. Niyə olmayacaq? Qırmızı var. Qırmızıda nə deyir? Yeni böyle. Bax, Səfa, qırmızıda gör nə deyir, bir də oxu. Nömrələmə yoxdur, ona görə. Aysol deyir ki, sən kart aydın yoxdur. Mən kart yaratmalıyım posta. Aysol. Burada da mən bayaqlar deyirəm ha, yəni bu user'ın qabağına çıxan kimi olmur. Sən kartı özümüz əllə yaratmalıyıq. Bildin burada. Mən ona görə birinci nə etməliyəm? Gəlməliyəm buradan. Kart. Bax, create new card. Bunu yaratmalıyam. Birinci ki, sonra həmin karta baxa bilim. Create new card eləmək üçün nə lazımdır bizə burada? Post metodundan istifadə olunur burada. Okey. Post metodundan istifadə olunacaq. /cards. Gəlirəm bir dənə metod burada, təzə metod yaradıram. Daha doğrusu request yaradıram. Adını qoyuram ki, nə? Create new card. Metodu məndə olur burada. Post. URL olur. Bu. Arxasına nə atıram? O necə saxlanır demək, başlayan o sayt çıxsın, çünki o sayt üstünə işləyir. İndi deyəcəm. İndi deyəcəm. Cards. Yox. Cards. Və bu da post. Mən bura nəsə göndərməliyəmmi? Yox, heç nə. Bax, deyir ki, sən bunu göndərəndən sonra sənin qabağa bax response body, yəni ki, cavab, response cavabın. Bax, belə bir şey alacaqsan. Düzdür, indi göndərək görək də, mən də işin hər şeyini görsətdim. Sən də deyirəm. Aha, bax, görsən yazır ki, 201 created. Bu arada bu şeylər var, 201 falan yazır ha. Bunlar soruşurlar intervyuda ki, 201 nədir, o nədir, bu nədir. Şeydə, belə rahatdır. 201 arzu görsənsə, 201 həmişə nəyinsə yaranmağına işarədir. Nəsə yarandı, bildin. Məsələn, sən o deyirəm, Instagramda hansısa bir şəkil paylaşsan, ha.
Orada arxada bir də 201 olur. 201 varsa deməli sənin çəkilin onda paylaşılır. Instagramdan bu. Bax bu. Aha. Bax kart yarandı və mənə bir dənə kart ID verdi. Görürsüz? Əla. İndi nə edə bilərəm? Məndə artıq Getdən istifadə. Get e-kartdan artıq istifadə edirəm. Bunu belə çəkdim, sürüşdürüm, çəkdim, atdım ki, birinci lazımdır ki, bunu edeyim. Sonra get e-kart. İndi get e-kartı, daha doğrusu bu kart ID-ni mən kopyalayaram, ataram hara? Aşağıya. Bax, bura. Düzdür. Bunu bura atdım. Send elədim. Əla. Bax, bu mənə göstərir ki, sənin kartın bu vaxt yaradılıb və items görsən, bax bunu, deyir ki, bunun içərisi boşdur. Başa düşdük bu nə deməkdir? Bu kartda Bizim kartımız var, səbətimiz var. Amma səbətimizin içərisinə heç əlavə eləməmişik də, yəni səbəti bu dəqiqə yaratmışıq, içərisində heç nə yoxdur. İndi biz next step nə etməliyik? Səbətə Posta getməliyik. Nəyi post eləməliyik? Məhsul əlavə elə. Ya bax metodlarını gəlmə. Yəni belə məntiq olaraq nə etməliyik? Bax kartımız var, məhsullarımız var. yoxlamalıyıq da, əlavə etməliyik. Hə? Ayso. Gəlirik hara? Lap başa. Lap başa, hə. Bax, add an item to cart. Add an item to cart nədir? Məhsulu karta əlavə eləmək. İndi sizcə bax ora getmədən məhsulu karta əlavə eləmək üçün bizə nələr lazımdır? Kart ID bir də məhsul ID. So. Yəni ki, birləşdiririk ki, nə ilə nə əlaqəyə girəcək. Gəldik baba. Kart ID. Bir dənə də təzə şey yaradırıq. Adını qoyuruq nə? Product Unicard. Yox, product indicate başqadır. Product indicate buna deyə bilərsən məsələn. İçərisində nə varsa. Add an item to cart. Adı belə. Bu mənim yaralıyım. İndi bunun endpoint'u nədir? Bunun endpoint'u biraz daha böyükdür. Attım bunu da bura. İndi. Nə söylə bil? Arkaya qayıdıb şey götürməliyik. Hə. Götür kartdan. Dəqiqə bu. Hə, başa düşdüm. İndi kart ID məndən istəyir. Kart ID-ni mən hardan götürmüşdüm? Bax, bu kart yarananda məndə ID-sini bura vermişdi özü. Mən bunu kopyalayıram. Gətirirəm, atıram. Hara? Bura. Yəni ki, bura. Attım bunu. Oy. Atmadım. Bunu kopyaladıq, gətirdik, atdıq. Bura. Vəssalam. Hə, indi okey, əlavə edik və göndərə görə nə olur? Boş deyil. Deyir, okey. Əlavə elədim deyir. Mən əlavə elədim yəni. Nəsə nə deyir? Bax nə məlumat göndərmisənsə əlavə eləmişəm. Bax görürsən sən heç nə yazmır ha. Yəni ki, səhvdir. Yəni sən bura boş məlumat göndərmisən. Mən də boş göndərmişəm də. Normalda bax bunu yəni UI-da eləmək olmur. Amma API-də olur. Yəni sən boş göndərsən, mən də boş deyirəm ki, gəlin. Sən amma kartın yenə də boşdur da, bildin, məntiqsizdir. Amma əslində yoxlamalısan. Yəni belə şeylərdə məsələn API testlərində yoxlayırlar. Görüm doğrudan mən oraya heç bir məlumat atmayanda hansısa bir nə olur, yəni nə baş verir. Çökməli də deyil də, bildin. Yəni mən heç nə əməliyyat eləmirəm. Hə, indi bax, burada deyir ki, sən bir də nə göndərməlisən? Example request body var. Bax, sən deyir bu request-ı göndərəndə bir də içərisində body göndərməlisən. Bax, belə bir şey. Bax, bu nədir? İndi mən bunu kopyalayım. Kopyalayıram, gəlirəm body-yə. Body-də sizin qabağınıza belə bir şey çıxsa, deməli nə edirik? Gəlirik nondan seçirik row. Row-da burada sizdə JSON-dır. JSON olmasa, nə bilmir, belə XML olsa, bura fikir verin ki, bu JSON olsun. Və yaxud ola bilər ki, bir dəfə istədi belə açılsın. Bax, body-yə gəldim, düzdür. Harda? Add an item to cart-da. Body-ni açdım. İçərisinə bayaqları kopyaladığımı buna yapışdırdım.
Bura deyir ki, produkt ID-ni ala bilir. Mən produkt ID-ni hardan götürməli idim? Buradan. Düzdür? Mən bu da belə edeyim. Hamısını yoxa çıxardaq. Bütün produktları görək. Buradan məsəl üçün Səfa hansını əlavə edirəm? 17-10. Götürdüm bunu, kopyaladım. Gətirdim, attım bura. Düzdür? Sağ ol. Hamısında niyə əlavə edeyim bunu? Dəqiqə baxaq görək nə istəyirsən. Mən kart ID, product ID. Bu dəqiqə məsələ nədir? Bax, saytın özündə problem var. Görsən yazır ki, there might be too much traffic or configuration error. Bu nədir? Hal-hazırda bilir, bu API çox yüklüdür məsəl üçün, nə bildin, çox sorğu gəlir deyə bura bildin. Ona görə biz sənin bu dəqiqə istəyi yerinə yetirmirik. Bunu bir dəfə eləsək, düzələr bəlkə. Amma statusu up-da saytın. Baxaq. App alacaq böyük ehtimalla. Bunlar özləri verirlər ki, okey. Biz nəyisə səhv eləmirik ki, bir də ona baxaq. Bax, kart. Bunu atırıq. Kart ID-ni burada göndəririk. Items'dakı Items ID olmalıdır, yoxsa item? bax, burada necədirsə, eyni şeyi göndərirəm. Yəni, əlavə verib bir şey eləmirəm. Burada qabağına post yazıb baxacaq. Bəs problemimiz burada. Post eləmirəm. Əla. İndi yarandı. Amma buradan da indi mənə bir dənə başqa item ID verir. Bax, burada da görürsən, itemi mən karta atandan sonra 17-10 göstərmə. həmin o baba o bizim də şey açaq. Bax, mən bu məhsulu, düzdür, bu kartın içərisinə atdım. Bu kartın özünün ID-si var da, məsəl üçün bu 11-11-dir, atıram da. Mən bu məhsulun burada ID-si tutaq ki, 17-80-dırsa, məsəl üçün 17-10 idi, hiss ol. Mən bu 17-10-u bura atanda, bu bura gəlib düşəndə, bu məhsul burada 17-10 kimi qalır bu heç. Amma bunun özündə bir də burada kopya etsərana baxa bildin. Ona görə bu məhsulun özündə bir dənə ayrıca ID-si olur. Normaldır, niyə? Çünki sən burada fərqli tutaq ki, məhsullar əlavə eləmsən, düzdür? Sonra birini dəyişmək istəyəndə nəyə görə dəyişəcəksən? Bildin və yaxud silmək istəyirsən, düzdür? Nəyənə görə siləcəksən? Əsası silinməsin, kopyası silinsin. Yox. Bax, bunu fikir vermə. Bu buradan gəldi düşdü bura, düzdür? Bax, bunu əlavə elədim, bunu və bunu. 3 dənə məhsul əlavə eləmişəm. Bunların burada ID-si olmasa, user UI-da da girib bir dənə məhsulun üstünə belə tak klik elədi də, tutaq ki. Orada stakan alıb, stakanı sildi. Arxada databazda gəlib nə istəyəcək? Bax, ID-si yoxdursa, düzdür? Gəlib nə istəyəcək? Yəni, necə başa düşəcək ki, mən stakanı silməliyəm. Bildin? Bax, buradan tutaq ki, sən bu məhsulu silmək istəyirsən. Bu məhsulu siləndə, bu nəyə əsasən gedir, silir? Adına əsasən silir sizcə. Sizin profiliniz var, bax, tutaq ki də, İsmailov, düzdür? Yəni, bir dənə sən deyilsən də İsmailov, düzdür? Milyon dənə var da. Sən öz profilinizi silsən. Səncə Facebook, sən profili, sən ad familiyaya uyğun silir? ID-yə görə. Çünki ad familiya təkrarlanandır, bildin, hamı da ola bilər, amma ID bayaqlar dediyim kimi unikdir. Burada da eyni cür. Mən bunu siləcəmsə, bunun ID-sinə görə. Təzən nəsə yaranırsa, bayaqlar dedim, təzən nəsə yaranırsa, onun ID-si mütləq olur və təkrarlanmayan unik ID olur. Eyni cürdə bax, bunların hamısını mən bura əlavə elədim, bu təzə yarandı da bura, düzdür. Ona görə ID-si var bunun hamısının. Ki, sonra mən bunun üstündə əməliyyat aparacağım və
həmin o ID-yə əsasən əməliyyat aparacam da bildiyin. Ona görə bax burada mənə artıq bir dənə ID verir ki, bax bu ID-dən istifadə edirik. İndi gəl belə, bax biz karta əlavə elədik məhsulu. İndi GT kart bizdə nə idi? Ki, Kart. həmin kartın içərisində baxaq görə bizdə nələr var. Bayaqları boş idi. İndi mən bax burada heç nə əldə etmirəm. Bir dənə send eləyirəm. Send eləyən kimi görürsüz. Produkt ID və bu bir dənə olduğu görsənir. İndi gəlin bax belə bir şey deyək. İndi ikinci məhsulu əlavə edirəm. Məsəl üçün 17 09-u əlavə edirəm. 1709 və burada başqa bir parametr var idi. Quantity var. Bax görürsüz, deyir ki, quantity integer, yəni ki, rəqəm olmalıdır və harda yazılmalıdır? Bax bu in body. In body nə deməkdir? In body, yəni ki, paramda yox. Paramda yazıbsa, bax. Görürsüz, bax yazıb ki, in pass haradır? Görürsüz, bax bura, yəni ki, parametrin içərisi. In body yazıbsa burada. Görürsüz, bax product ID yazıb bodydə, biz də onu bodydə göndəririk. Hə? Və eynisi quantity yazıb bodydə, biz də onu bodydə göndərməliyik. Yəni ki, burada. Orada no yazılmışlar. Hə, bax, burada required no nədir? Yəni ki, bunu sən göndərməsən də olar. Bax, deyir ki, kart ID-i 100% göndərməlisən, product ID-i 100% göndərməlisən ki, bilinsin də sən nəyi hara əlavə edirsən. Amma sən quantity-ni göndərməsən, yəni ki, neçə dənə olduğunu göndərməsən, mən deyir, bir dənə əlavə eləyəcəm onu. Başa düşdün? İndi mən bunun quantity-sini eləsəm, bax, deyir ki, bax, görsən, burada özü yazıb ki, deyir, əgər quantity yazılmayıbsa, default olaraq dəyər 1-dir. Bizə bayaqlar gördü, bir dənə əlavə eləmişdik də burada. Bax, bir dənə, quantity bir dənə. İndi mən bura yazıram ki, burada 100% bax, vergül qoyuram, bu vergül yazılsın çıxmasın. Enter basıram, 2 də dırnaq, qoşa dırnaq, içərisində yazıram quantity 2 nöqtə, quantity məsələn nə qədər deyirəm, deyirəm ki, mənə bu 1709 məhsulundan isə 3 dənə verəcəksən mənə. Sonra bu 3-dən sonra vergül falan heç qoymuram. Boş. Getdi. Send eləyirəm. Görsən, ayrıca yenə bir item ID verdi. İndi gəlsəm bura. Hə, bir dənə verdi. Bir məhsuldan 3 dənədir yəni. Nə edirəm? İndi bax, təzədən mən bunu GT kart yoxlayıram. Artıq burada nə? Bax, görsən, 1709-dan 3 dənə. Okeydir. Görsən, əslində asandır. Prosta ki, bunu biraz üstündə işləmək lazım. Hə. Ona görə də saxlayıram videonu.